20 ilə yaxındır ki, fəaliyyət göstərən Çağdaş Təhsilin növbəti səfəri Quba və Qusar rayonlarında olub. 2007-ci ildən fəaliyyət göstərən Çağdaş Təhsil jurnalı təhsildə baş verən dəyişikliklər və islahatlarla bağlı müəllim və şagirdlərlə söhbətlər aparır, təhsilin ölkənin, dövlətin gələcəyi üçün önəmini vurğulayır. Görüşlər Azərbaycanın ən ucqar dağ kəndlərində və ümumiyyətlə ölkənin bütün rayonlarında həyata keçirilir. 20 ilə yaxındır ki, fəaliyyət göstərən Çağdaş Təhsilin növbəti səfəri isə Quba və Qusar rayonlarına olub. Çağdaş Təhsil jurnalının təsisçisi Vüsal Kəlbəcərli Quba Xaçmaz Regional Təhsil Mərkəzinin müəllim və şagirdləri ilə görüşüb. Layihənin əsas məqsədi təqaüddə olan qabaqcıl müəllimləri və nümunəvi şagirdləri dünyaya tanıtmaqdır. Qeyd edək ki, Çağdaş Təhsilin həyata keçirdiyi bu layihə məktəbdən kənar bir proqramdır. Təqaüddə olan müəllimlər Hacı Hüseyn kəndə məsələn Məmməd Rəfi müəllim misal çəkirəm. Yeni kənddə Qocaman müəllim, Sərkarov Nadirşah müəllimdir. Davudova kəndində Almas müəllimdir. Əlməmmədova kəndində Gülbala müəllimdir. Zizik kəndində Amir müəllim və Şıxkəri müəllimdir. O cümlədən də Digah kəndində Məzahir müəllim kimi müəllimləri biz çəkdik. Hətta ondan əlavə də biz qabaqcıl və nümunəvi müəllimləri də çəkdik. Qabaqcıl və nümunəvi müəllimlərdən Zemfran Üşsari məktəb, şəhər məktəbi və kənd məktəblərindən İsmailova Zemfran müəllimdir, Sanaliyev Elzam müəllimdir, Qubatova Rumiyə müəllimdir, Babayeva Saadət müəllimdir, Esmira müəllim və qabaqcıl və nümunəvi repetir müəllim Təranə müəllimdir.